Bir vaxtlar hər şeyi hiss edirdin. Həyatı, insanları, təbiəti. İndi isə sadəcə yaşayırmış kimi görünürsən. Bu boşluq, içindəki boşluq tənbəllik deyil. Çoxu bunu tənbəl kimi anlayır. Elə bilir ki, əgər sən hərəkət etmirsən, solmuş kimi görünürsənsə, sən tənbəlsən. Mən də bir zamanlar tək idim. Tək qalmışdım özümlə, boş içim. Sadəcə heç nə istəmək istəmirdim, qorxurdum. Uzun müddət stresdə yaşayırdım mən. Demək olar ki, bir ilim elə keçdi. Bu mənə çox tanışdı, ona görə düşündüm bunu paylaşsam, sənə də yardım etmiş olaram. Uzaqlaşmışdım hər şeydən, insanlardan. Tək qalmaq istədim və düşündüm ki, tənbəlləşmişəm. Məsələn, heç nə eləmək istəmirəm. Çölə çıxmaq istəmirəm. Qəribə hisslər idi. Özümü sıxırdım içəridən. Hər şeyi, uzun müddət hər şeyi nəzarətdə saxlamaqdan irəli gələn bir şeydi həm də. Hisslərimi bastırırdım. Sadəcə istəyirdim ki, heç nə hiss eləməyim. Və mən bir gün daxildən söndüm. Çünki uzun müddət hər şeyi boğdum. Yəni hisslərimi boğurdum içərdən. Mən bu yolu keçəndə heç nəyim yox idi. Heç kəsim yox idi. Heç nəyim də yox idi əslində. Hər dəfə yadıma düşəndə biraz emosiya qapanıram. Və bilirəm bu nə olan şeydir. Mən düşünürəm ki, insan özünü düzəltməli deyil. Sadəcə yenidən özünü hiss etməlidir. Və hər şey onda başlayır. Sən özünü içərdən hiss edəndə. Çünki boşluq sən həyatı dadmayanda olur əslində. Hər şey gözəldir ətrafda. Fikirlərini toplayırsan, baxırsan, gördüyün 5 dənə nə varsa ətrafda, nə bilim, ağac, stul, ot, hamısının bir adını çəksən və o səni sadəcə ana qaytarır. Çünki sən nə qədər ki düşüncəyə qapanırsan, bir o qədər sən hiss edirsən ki, həyat nəsə qaradır sənin üçün, heç nəyin rəngi yoxdur. Elə hisslər var ki, sən onu ifadə edə bilmirsən. Hətta indi mən belə bunu ifadə edə bilmirəm. Düşünürəm ki, insan birdən-birə dəyişmir. Yavaş-yavaş gəlirsən. Hər gün bir addım atırsan. Yenidən özünü toparlayırsan. Balaca-balaca hissələri bir puzzle kimi yığırsan. Tək qalırsan bu an. Çünki səni səndən başqa heç kim başa düşmür. Təbii ki də qınanırsan. Elə olur ki, hətta ya çəki atırsan, ya çəki. Məndə misal üçün mən stresli zamanımda çox yeyirdim.
Düşünürəm, insan özünü ən başlıca hiss etməlidir. Bundan başlayır hər şey. Özünü hiss etməlisən. Sən necə bir unikal varlıqsan. Və sənin kimi ikinci adam yoxdur. O zaman onu anlayanda hər şey yenidən sanki rənglənir. O qara kadrdan çıxırsan. Uzun müddət özünü hiss etməyəndə uzaqlaşırsan hər şeydən. Elə düzdür, mənim üçün indi də ağırdı. Baxmayaraq ki, gülümsəyirəm, ancaq xatırlayırsan o günləri təşəkkürlə içəndə, qəlbində. Bilirsən ki, heç də boşuna olmuyor. Harasa sən getməliydin, harasa qalxmalıydın. O boşluq sənə xidmət edir. Səni ucaldır, səni bir level, bir nə bilim səviyyə yuxarı qaldırır. Bəli, çətindir. Çox çətindir, düşünürəm. Çünki insan özünlə rastlaşmalıdır o vaxt. O boşluqda. Əsl özünlə rastlaşmalısan. Mən kiməm sualına cavab verməlisən. Bəzi ətab gətirmir. Şahid olmuşam. İndi də o keçmişə baxanda ancaq təşəkkür var içimdə və deyirəm ki, çox sağ ilahi. Ki mən indi bu ekranın qarşısında durub bunu kiminləsə paylaşıb təşəkkür edə bilirəmsə, deməli bu hamısı boşuna olmayıb. Çox danışmayım. Sadəcə istəyirəm sən də öz fikrini paylaşasan. Sən necə boşluq yaşamısan? Nə hiss etmisən? Necə? Nə öyrədib bu sənə? Onu paylaşma əlimə zəhmət olmasa. Və növbəti mövzunu da yazsam, çünki mən mövzunu seçəndə hansı mövzu haqqında danışdım, baxıram ki, mən burada bunu danışsam necə olar, yəni spontan seçirəm mövzuları. Amma istəyərəm sən də yazasan və kanalıma abunə ol. Bir yerdə böyüyək, bir yerdə inkişaf edək. Özünə yaxşı bax, əziz dost. Növbəti görüşlərə qədər. Sağ ol.